Deməli, bugünkü dərsimiz nədir? Subject and object pronouns. Subject and object pronouns personal pronoun, yəni şəxs əvəzliklərinin bir növüdür. Və bunların arasında təbii ki, fərq var. Subject pronouns haqqında danışaq. Subject pronounslar hansılardır? I, mən, you, sən, he, o, kişi cinsi, she, o, qadın cinsi, it, o, cansız, we, biz, you, siz, they, onlar. Görürük ki, you həm siz deməkdir, həm də sən deməkdir. Bəs bunların xüsusiyyətləri nədir? Cümlədə necə taparıq onları? Əvvəlcə baxırıq. Subject pronounsdan sonra adətən xəbər gəlir. Məsələn, deyirəm ki, I go to school. Mən məktəbə gedirəm. Subject pronounumuz, go da bizim xəbərimiz. Və bəzən suallarda elə düşür ki, şəxslər verilir və yaxud da ki, heyvan adları verilir. Deyir ki, bunu subject pronounun əvəz eləyin. Məsələn, Sara. Sara subject pronouna görə kimdir? She. Sonra David. David subject pronouna görə kimdir? He. Nəyə görə? Çünki David oğlandır, he ilə. Sara qadındır, she ilə əvəz olunub. Və yaxud da ki, dog verilib. Dog, cat. Bunlar nədir? Heyvanlar, cansızlar. Ona görə itlə əvəz olunur. Və yaxud da ki, əşyalar həmçinin table və yaxud da ki, bag, bu kimi əşyalarda itlə əvəz olunur. Və bizi testdə ən çox çaşdıran nədir? Məsələn, sadalama verilir. Deyir ki, my brother, my sister and I və mən. Birinci tərcümə edirik. Deyir, my brother, mənim qardaşım, my sister, mənim bacım və mən. Bu üçü bir yerdə nə olur? Əgər içində mən varamsa, I varsa, ümumi bu biz deməkdir. Biz, yəni we. Nə vaxt ki, belə sadalamanın içində biz I gördük, yəni sayır, məsələn, my mom, my dad and I, mənim anam, mənim atam və mən, yəni nə? Biz. Və yaxud da ki, bizi vermir, sadalayır my mom and my dad. Bu formada verir. Mənim anam və atam. Nədir bu? 2 nəfərdir, çoxluq bildirir. Yəni nə? 2 nəfər, onlar. They. Əgər bunların qarşısında I da işlətsəydik, onda olacaqdı nə? We. Və yaxud da ki, cansızlarla the dog and a cat. İt və pişik nədir? 2 canlıdır. Əslində 2 cansızdır. Əgər təkcə the dog versəydi, itlə əvəz eləyəcəkdi. A cat versəydi, itlə əvəz eləyəcəkdi. Amma bu and-lə bağlanır və yaxud da ki, bunu vergüllə ifadə edə bilərik. İkilik bildirirsə, 2 və daha artıq bir şəxsi və yaxud da ki, heyvanı, canlını, cansızı bildirirsə, biz həmişə nə işlədirik? Z işlədirik. Bəs you-nu nə vaxt işlədərik? Məsələn, deyirəm ki, Sara and you. Sara və sən. İkiniz siz və mən sizi nəzərdə tuturam. Sara və sən. Yəni nə olur? Siz. Yəni you. You həm sən deməkdir, həm siz deməkdir. Yadda saxlayırıq. Subject and object pronouns bu qədər. Keçirik indi object pronouns'a. Object pronouns nədir? Hansılardır? Object pronounslar me, mənə, məni, you, sənə, səni, him, ona, onu, kişi cinsində, her, ona, onu, qadın cinsində, it,
ona, onu cansızlarla. Daha sonra as, usa yazılır. Bizə, bizi. Yenə you, sizə, sizi. Them, onlara, onları. Bunların əsas xüsusiyyətləri nədir? Cümlədə tamamlıq olur. Cümlənin tamamlığı rolunu oynayır. Yəni burada dedik ki, subject pronoun bizim müftədamızdırsa, object pronounumuz nədir? Bizim tamamlığımızdır. Və əsasən sözünü və feildən sonra işlənir. Sözünü və yaxud da ki, feil üstəgəl object pronoun. Biz burada nə dedik? Subject pronoun üstəgəl feil. Amma object pronoun da necədir? Feil üstəgəl object. Yəni subject pronounda birinci subjectimiz gəlir, sonra feilimiz gəlir. Object də isə birinci feilimiz gəlir, sonra objektimiz gəlir. Bu formada. Məsələn, nümunələrə baxaq. Deyirəm, he give me a book. O mənə verdi kitabı. Me mənə, məni demək, düzdürmü? He'miz bizim burada nəyimizdir? Subject pronounumuz. Me isə nədir? Object pronounumuz. Give də bizim xəbərimiz. Gördük ki, subjectdən sonra feil gəldi, amma objectdən əvvəl gəldi feilimiz. Buna diqqət yetiririk. Və yaxud da ki, they speak to me. Və yaxud da ki, to me-ni yazdıq. To him, ona, onu. Onlar danışdılar him, ona. Və yaxud da ki, onlar danışdılar onu, bu formada. They bizim nəyimizdir? Subjectimiz. Him, objektimiz. To da burada nəyimizdir? Söz önümüz. Dedik ki, söz önü və yaxud da ki, feildən sonra object işlənər. Sonra buna ait başqa nə deyə bilərik? İndi bunlar sadə cümlələrdir. Bizim qabağımıza cümlə qoyarlar. Deyərlər ki, burada object pronounu tapın və yaxud da ki, altından xətt çəkilmiş ismi object pronounla əvəz eləyin. Məsələn, deyirəm ki, Olivia qız adıdır. Likes James. Olivia James'i xoşlayır. Burada bizim Olivia'mız nədir? She. Like. Feildən sonra gələnimiz nədir? Objektimiz. James də yenə qız adıdır deyə nə ilə əvəz eləyirik? Her ilə əvəz eləyirik. Objektimiz, daha doğrusu subjektimiz she, objektimiz isə her oldu. Məsələn, Aysu likes book. E-book. Aysu xoşlayır nəyi? Kitabı. Aysumuz nədir? She. E-bookumuz nədir? Cansızdır və təkdədir. Ona görə it. Deməli, subjektimiz oldu she, objektimiz oldu it. Gəl, indi cəmlərə baxaq. Məsələn, deyirəm ki, children love, məsələn, dogs. Children nədir? Uşaqlar. Yəni, cəm bildirir. Hansı subject pronounla əvəz olunacaq? They ilə. They. Love, sevmək. Feildən sonra gələn ismimiz nə olurdu? Object. Dogs da cəmdədir deyə it yox. Yenə them-lə əvəz eləyirik. They love them. Bu formada olur. Burada bizim they'imiz oldu subjectimiz. Them'imiz oldu objektimiz. Və yaxud da ki, başqa bir nümunə nə deyə bilərəm? He talks about məsələn Aysu and Fidan.
O danışır Aysu və Fidan haqqında. Elə bizim hiyimiz var, verilib. Talks about. Talk feilimiz, about da bizim söz önümüzdür. Və söz önündən sonraki isimimizə baxırıq. Aysu and Fidan cəmdədir, 2 nəfərdir. Normalda nədir? Z idi. Amma cümləmizin həm sonunda gəlib, həm də feildən, söz önündən sonra işlənib deyə olur nə? Them formasında. Məsələn, deyirəm ki, Sarah talks about my sister and I. Sara mənim bacım və mən haqqında danışır. Sara nədir? She. Və feilimiz gəlir, talks feilimiz. Feildən sonra da my sister and I. My sister and I ayrılıqda hansı subject pronounumuzdur? We. Mənim bacım və mən, yəni we. Amma cümləmizin sonunda gəlib və feildən sonra işlənib deyə nə olur? We çevrilir asa. O bizim haqqımızda danışır. Yəni my sister and I. Bacım və mənim haqqımda danışır. Daha sonra yenə cansızlarla əvəz elədik, asla əvəz elədik, you-la əvəz eləyək indi. Məsələn, David talks about my dad and you. David mənim atam və sən haqqında danışır. Davidimiz kimdir? Bizim hiyimiz. Hiylə əvəz eləyirik. Talks feilimiz var. Söz önümüz var. Deməli, bundan sonraki gələni nə ilə əvəz eləyəcək? Object pronounla. My dad and you. Mənim atam və sən. Yəni, kim oldular? Siz oldular. Cümləmizin sonundadır və feildən sonra işlənib deyə nə olacaq? You olacaq. Və qısa bir qeydə diqqət eləyirik. Görürük ki, burada subjectdə də you'dur, objectdə də you'dur. Yəni, bunun heç bir fərqi yoxdur. Həmçinin itə baxırıq. Subjectdə də itdir, objectdə də itdir. Yəni, dəyişməyən təkcə bu you'lar və itlərdir. You'lar və itlər. Bunlar nə subjectdə dəyişdi, nə objectdə dəyişdi. Yəni, cümlədə də qətiyyən çaşmırıq ki, bura niyə you yazdıq? Çünki you həm subject ola bilir, həm object ola bilir. Belə, subject və object haqqında qaydamız bu qədər.